Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə 2-ci yarım il üzrə ümumiləşdirici tapşırıqları izah edəcəm. Səhifə 74, 75, 76, 77 və 78, 79 və 80. Gəlin səhifə 74-dəki birinci suala baxaq. Aşağıdakı enerji mənbələrindən hansı digərlərindən fərqlidir? Burada A variantı olacaq, çünki digər variantlardakılar hamısı bərpa olunmayan enerji mənbələridir. Tapşırıq 2. Fosil yanacaqları ilə əlaqədar hansı fikir və ya fikirlər yanlışdır? 1. Bərpa olunan enerji mənbəyidir. Bu yanlışdır, çünki fosil yanacaqları bərpa olunmur. Bərpa olunmayan enerji mənbəsidir. Bu doğrudur. Yandıqda ətraf mühiti çirkləndirir. Bu da doğrudur. Ona görə yalnız 1 olacaq C variantı. Tapşırıq 3. Rəflərdəki bərabər kütləli cisimlərin yerdəyişmələri oxlarla göstərilmişdir. Yerdəyişmə nəticəsində cisimlərin potensial enerjilərindəki dəyişikliyin düzgün olduğu bəndi işarələyin. Gəlin səhifə 75-də onun ardına baxaq. Burada deməli baxırıq ki, birdə potensial enerji artır, 2-də azalır, 3-də də azalır, 4-də dəyişmir və 5-də də artır. Və indi baxırıq bunlardan hansı bizim variantlarda var və burada C variantı düzgün olur. Tapşırıq 4. Elektrik naqillərində dayanmış bərabər kütləli sərçələri izləyən şagirdlər aşağıdakı nəticələrə gəldilər. Azər deyir, ən kiçik potensial enerjiyə N malikdir. Düzgündür, çünki ən aşağıda durub. Nigar, N'in potensial enerjisi M-dən böyükdür. Bu isə yanlışdır. Nicat, L və M eyni potensial enerjiyə malikdir. Bunlar eynidir, çünki eyni yerdə durublar. Leyla, K'nın potensial enerjisi ən böyükdür. Bu da doğrudur. Buna görə də hansı şagirdin fikri yanlışdır? Nigarın fikri yanlışdır. Tapşırıq 5. Hansı halda şəkildəki yük maşınının kinetik enerjisi azalar? Maşının sürətini sabit saxlayıb əlavə əşya yüklədikdə bu zaman kinetik enerjisi artar. Maşının sürətini artırıb kütləsini sabit saxladıqda bu zaman da artır. Maşının sürətini və ya daşıdığı yükün kütləsini azaltdıqda bu zaman isə maşının kinetik enerjisi azalır əgər sürətini yavaşladırıqsa. Ona görə D variantı yalnız 3 olur. Tapşırıq 6. Bərabər kütləli P, R və S cisimlərinin potensial və kinetik enerjilərinə aid diaqramlar verilmişdir. Bu diaqramlara görə aşağıda verilən ifadələrdən hansı və ya hansılar yanlışdır? 1. P cismi R-dən daha hündürdədir. Bu doğrudur. Potensial enerjiyə baxırıq. P R-dən daha hündürdədir. 2. R cisminin sürəti S-dən kiçikdir. Burada yalnız birincisi yanlış olacaq. P cismi R-dən daha hündürdədir. Burada mən səhv qeyd eləmişəm. Burada birincisi doğru cavabdır. P cismi R-dən daha hündürdədir. Bu doğrudur. R cisminin sürəti S-dən kiçikdir. R cisminin sürəti S-dən kiçikdir. Xeyr, bu yanlış fikirdir. Üçüncüdə isə R cismi həm potensial, həm də kinetik enerjiyə malikdir. Bu isə doğru fikirdir. Ona görə bizdə yanlış olan D variantı olur, yalnız 2. Mən burada səhv vurmuşam. C yox, D variantı olmalıydı. Səhifə 76, tapşırıq 7. Aşağıda müxtəlif canlılar verilmişdir. Qurbağa, ilbiz, qızılquş və kələm. Burada bizə fikirlər verib, ilbizlər kələm yeyə bilir, qızılquş qurbağaları yeyə bilir, qurbağalar ilbizləri yeyə bilir. İndi tapşırıqları işləyirik. Verilmiş canlılardan istifadə edərək qida zəncirini qurun. Burada kələm olur birinci, sonra ilbiz, sonra qurbağa, sonra isə qızılquş. Bu qida zəncirindəki produsentin adını yazın. Burada kələm produsentdir, çünki öz qidasını özü hazırlayır, yəni bitkidir.
Tapşırıq 8. Nümunədə göstərildiyi kimi uyğun olmayan sözlərin üstündən xətt çəkin. Yosun ancaq produsentdir, konsument heç vaxt ola bilməz. Krevetka da konsumentdir və şikardır. Treska konsumentdir, yırtıcı və şikar olur. Suiti burada nümunədə verib konsumentdir, yırtıcı və şikardır. Qutbayısı isə konsumentdir və o həmişə yırtıcıdır, çünki heç bir heyvan tərəfindən, canlı tərəfindən yeyilmir. Səhifə 77. Tapşırıq 9. Açar sözlərdən istifadə edərək cisimləri necə gördüyümüzü təsvir edin. Burada yazmaq üçün yer olmadığına görə mən özüm deyəcəm bunu. Siz də yazın. Açar sözlərimiz cisim, göz, işıq, əks, şüa, mənbə, olmaq. Belə ola bilər. Cisimlərdən çıxan işıq şüası gözümüzə düşəndə biz onları görürük. Bu zaman cisim ya işıq mənbəyi olur, ya da işığı əks etdirir. Cisimlərdən çıxan işıq şüası gözümüzə düşəndə biz onları görürük. Bu zaman cisim ya işıq mənbəyi olur, ya da işığı əks etdirir. İndi o bir suala keçdik. Aşağıda materiallar siyahısı verilib. 2 qeyri-şəffaf materialı seçin. Bunlar taxta blok və alüminium folqadır. 2 yarım şəffaf materialı seçin. Bu plastik və buzlu şüşədir. Bir şəffaf materialdakı eynək şüşəsi olur. Tapşırıq 10. Nicat Köylü kukla şousuna hazırlaşır. Kuklalarını kartondan kəsib taxtaya yapışdıraraq oynadır. Lakin onun kölgələri ekranı üçün çox böyük alınır. Nicatın işıq mənbəyi nədir? Fənərdir. Nicat ekran kimi nədən istifadə edir? Parçadan istifadə edir. Kuklaları düzəldərkən karton əvəzinə plastikdən istifadə etsəydi nə baş verərdi? Bu zaman kölgələr aydın görünməzdi. Çünki plastik işığı buraxır, yəni şəffaf və yaxud da yarım şəffafdır. Nicata kuklaların kölgələrini kiçiltmək üçün 2 fərqli məsləhət verin. Kuklaları işıq mənbəyindən uzaqlaşdırmaq və yaxud da kuklaların ölçüsünü fiziki olaraq dəyişmək. Tapşırıq 11. Əgər içinin pipet olan stəkan yarısına su doldursaq, pipetin görüntüsündə dəyişiklik olur. Bunu açar sözlərin köməyi ilə izah edin. Yenə bunu da deyəcəm, siz yazasınız. Cavab nümunəsi belə olur. Pipetin bir hissəsi havada, digər hissəsi suda olur. İşıq mühit dəyişdiyi üçün bucağı dəyişir və sınma baş verir. Bu səbəbdən pipet fərqli görünür. Tapşırıq 12. Göy qurşağının əmələ gəlməsi üçün niyə hər zaman suya ehtiyac var? Çünki günəş şüaları suda sınır və əks olunur. Bu zaman işıq rəylərə ayrılır və göy qurşağı yaranır. Səhifə 78, tapşırıq 13. Şəkildə ətraf mühitin müxtəlif növ səbəbdən çirklənməsi təsvir olunmuşdur. Diqqətlə baxdıqdan sonra aşağıdakı tapşırıqları yerinə yetirin. Hər bir şəkildəki çirklənmə növünü müəyyən edin. Birdə torpaq çirklənməsidir. Küçələrə zibillərin atılması nəticəsində bu çirklənmə baş verir. 2-də hava çirklənməsi. Bu çirklənmə zavodlardan çıxan tüstülərə görə baş verir. 3-də hava çirklənməsi, yəni nəqliyyatların buraxdığı tüstülər nəticəsində baş verir. 4-də də yenə torpaq çirklənməsidir. Əkin sahələrində istifadə olunan kimyəvi maddələrə görə baş verir. Şəkildəki çirklənməyə səbəb olan amilləri izah edin. Birincidə insanlar tullantıları düzgün yerə atmadığına görə bu çirklənmə baş verib. 2-də zavod və fabriklərin havaya çoxlu zərərli qazlar buraxdığına görə baş verib. Avtomobillərin çox olması və havaya buraxdığı qazlardan hava çirklənir hava çirklənməsində. 4-cüdə isə əkinçilikdə istifadə olunan kimyəvi dərmanlar və gübrələr torpağı çirkləndirir. 1-ci və 3-cü şəkillərdəki təbii ehtiyatları mühafizə etmək yollarını sadalayın. 1-ci şəkildə bildik ki, torpaq çirklənməsi təsvir olunub. Zibilləri küçəyə deyil, zibil qutularına atmaq lazımdır. Təkrar emal üçün kağızları, plastikləri, şüşə və s. çeşidləmək lazımdır. Nəqliyyatdan
az istifadə etmək, mümkün olduğu qədər piyada gəzmək, velosipeddən istifadə etmək və s. Bu isə 3-cü şəklə aiddir. Yəni hava çirklənməsinə aid. Səhifə 79, tapşırıq 14. Verilən ifadələri uyğun gələn bəndlərlə birləşdirin. Zəlzələ epitsentrdəki enerji dalğalarla yer səthində yayılır. Gücü Richter cədvəli ilə ölçülür. Vulkanını isə əvvəlcədən proqnozlaşdırmaq mümkündür və fəaliyyətinə görə sönmüş, yatmış və fəaliyyətdə olan növlərə bölünür. Tapşırıq 15. Şəkildə zəlzələnin baş verdiyi ərazi təsvir edilmişdir. Şəklə əsaslanaraq sualları cavablandırın. Zəlzələnin baş verdiyi ərazidəki məntəqələr A, B, C, D verilmişdir. Bu məntəqələrdəki zəlzələnin dağıdıcılıq təsirini azalan sıra ilə düzün. Daha sonra cavabınızı əsaslandırın. Burada B hamısından böyükdür. Zəlzələnin dağıdıcılıq təsiri. C-də B-dən azdır. D-də C-dən azdır. A-da da D-dən azdır. Nə üçün? Çünki B epicentrdir. Yəni mərkəzdir də. C isə mərkəzə yaxın, ən yaxın olduğuna görə digərlərindən böyükdür. D biraz uzaqda yerləşir. A isə çox uzaqda yerləşdiyinə görə epicentrdən, ona görə belə verilməlidir. Səhifə 80, tapşırıq 16. Verilmiş ifadələrdən uyğun olan sözləri seçin və dairələyin. Yağıntıların miqdarının artması çaylarda sel hadisəsinə səbəb olur. 2. Yer qabı və mantiyanın üst hissəsi birləşərək litosfer tavalarını əmələ gətirmişdir. 3. Sel fəlakətinin əmələ gətirdiyi bataqlıqlar balıqçılıq üçün əlverişlidir. 4. Zəlzələnin gücünü təyin etmək üçün Richter şkalasından istifadə olunur. 5. Sənayeləşmə istehsalı artırdığı üçün daha çox təbii ehtiyatların istifadəsinə başlandı ki, bu da ətraf mühitin çirklənməsinə səbəb oldu. Tapşırıq 17. Aşağıdakı materiallardan hansının təbii şəraitdə parçalanması üçün daha çox vaxt lazımdır? Burada plastik su qabı olur, çünki biz bilirik ki, onun parçalanması üçün 500 ildən vaxt lazımdır. Tapşırıq 18. Fabrik və zavodların tullantıları çaylara, göllərə və dənizlərə atılarsa hansı növ çirklənməyə məruz səbəb olur? Burada su çirklənməsi olur, çünki çaylar, göllər və dənizlərdən söhbət gedir. Tapşırıq 19. Təkrar emal nə deməkdir? Yeni bir məhsul emalı üçün tullantı materiallarının yerinə istifadə edir. Tapşırıq 20. Aşağıdakılardan hansı bərpa olunan enerji mənbəyi hesab edilmir? Təbii qaz bərpa olunmur, qalanları isə bərpa olunur. Tapşırıq 21. Verilən ifadələri uyğun gələn bəndlə birləşdirin. Sel çaylarda suyun səviyyəsi artır və yağıntıların miqdarı kəskin artır. Quraqlıqda isə su qıtlığı əmələ gəlir və meşələrdə şiddətli yanğınlara səbəb olur. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.